Python dilində yazılmış proqramın yerinə yetirilməsi nəticəsində 20 qiyməti çap olunubsa, klaviaturadan hansı qiymət daxil edilmişdir? Deməli, mən burada nə edirəm? Alqoritmi normalda ardıcıllıqla icra edilmişsə, indi sondan başlayıb yenə ardıcıllıqla icra edirəm. Burada çap olunan kəmiyyətimiz nədir? B-dir. Yəni ki, yuxarıdakına baxıram. Nədir? A çıxı B deməli nəyə bərabərdir? 20-yə. İndi, burada B-ni olduğu kimi saxlayaq, yuxarıdakı A-nı gətirib yerinə qoyaq. B vur 2, çıxılsın, A bölünsün 2, çıxılsın B, bərabərdir 20. İndi, nə edirəm? A-nı olduğu kimi saxlayıram. Nəyə görə? Çünki A-mız artıq burada daxil edilən qiymətə bərabərdir. Mən sadəcə B-nin yerinə yuxarıdakı qiyməti qoyacağam. Deməli, A çıxılsın 12, vurulsun 2, çıxılsın, A bölü 2, çıxılsın. İndi B-nin yerinə qoyuram, A çıxılsın 12-ni qoyuram və bərabər edirəm 20-yə. Gəl indi bunu biraz sadələşdirək və daha sonra həll edək. 2A çıx, 24 çıxılsın. Gəlin A bölü 2-ni belə yazaq. 0.5A çıxılsın A, üstə gəlsin 12. Bərabərdir 20-yə. Burada sadə bir xətti tənliyimiz var. Onu nə etməliyik? Həll eləmək üçün A-ları bir tərəfdə saxlamalıyıq. Sabitləri isə bir tərəfdə saxlamalıyıq. İndi 2A-dan 1A-nı çıxsaq, qalar 1A və 0.5-i də çıxsa qalar 0.5A bərabər olar. 20 üstə gəl, 24 çıx 12. Yəni ki, 32-yə bərabər olar. A da burada bərabər edər. 0.5A 32 isə 1A neçə edər? 64-ə bərabər edər. Cavab da olar B variantındakı 64.